Bugün ətli və kartoflu pilimen edirik. Keçid edirik xəmirin hazırlanmasına. Bundan əvvəl sizdən istədiyim odur ki, videomu bəyənib səhifəmi izləməyə alasınız. Dəstək olsanız sevinərəm. İlk öncə unu əlavə edirik. Mən 5 stəkan un əlavə etdim. 1 çay qaşığı duz əlavə etdim. 3 stəkan da su əlavə edəcəm. Xəmiri gözəl şəkildə yoğururuq. Və budur, xəmirimiz hazırdır. Yarım saatlıq gözləməyə alırıq. Ətli içliyimiz hazırdır. Kartof pürəmiz hazırdır. Soğanları lay-lay doğrayıb qızardıb, yarısını kartof içliyimizə, pilimenini hazır etdikdən sonra üzərinə əlavə edəcəm. Soğanlarımızı lay-lay doğraydıq. Soğanımız hazırdır. Bir hissəsini kartofumuzun üzərinə əlavə edirik. Xəmirimizi 3 hissəyə bölürük. Əgər kündələriniz böyük olarsa, o zaman həmin kündələrdən əlavə kündələri çıxara bilərsiniz. Mənim 3 kündəmdən əlavə 2 kündə çıxdı. Kündələrimizi tək-tək açırıq. Nə çox incə, nə çox qalın şəkildə olmadan kündələrimizi bu şəkil açırıq. Ətli pilimenimiz, kartoflu pilimenimiz hazırdır.